Bəzən dəyərli dinləyicilər, həm öz qardaşlarımız tərəfindən belə bir sual verilir və həmçində görürsən bu İslam dini ilə maraqlananlar da belə bir sual verirlər ki, yəni çox vaxt belə bir sual verirlər ki, nə üçün Allah Taala Quranda biz kəlməsini istifadə edir? Yəni biz deyir. Yəni bu, yəni biz, yəni çoxdur orada. Yəni ilah çoxdur. Yəni o mənadadır. Nə mənasındadır bu biz kəlməsi? Qısa olaraq buna cavab verək. Deməli, dəyərli dinləyicilər, Allah Subhanahu va Taala Qurani-Kərimdə müəyyən məqamlarda Allah Taala biz kəlməsini istifadə edir, biz sözünü istifadə edir. İbadət məqamına gəldikdə isə, qulluq məqamına gəldikdə isə, sən o ayətlərdə biz sözünü tapa bilməzsən, mümkün deyil. Misal üçün, Allah Subhanahu va Taala Qurani-Kərimdə buyurur ki, mən cinləri və insanları, Allah Taala demir orada, biz cinləri və insanları. Çünki ibadətə gəldikdə Allah Subhanahu va Taala nə deyir? Tək olan Allaha ibadət etmək lazımdır. Allah Taala buyurur ki, mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Zariyat surəsi 56-cı ayədir. Çünki ibadət xalis Allah Subhanahu va Taala olmalıdır. Orada heç vaxt mümkün deyil ki, Qurani-Kərimdə 6236 ayət içərisində ibadət məqamında tapasan ki, Allah Taala desin ki, biz. Mümkün deyil. Bütün Qurani-Kərimdə belədir. Lakin digər məqamlarda yaradılışdır, ölümdür və s. məqamlarda Allah Subhanahu va Taala biz kəlməsini istifadə edir. Misal üçün Allah Subhanahu va Taala Vaqiə surəsində buyurur ki, biz ona sizdən daha yaxınıq. Yəni ölüm məqamına aiddir. Amma siz bunu görmürsünüz. Yəni ölüm məqamında Allah Subhanahu taala buyurur ki, biz ona sizdən daha yaxınıq. Yəni ölüm mələyi ilə, necə bizdə Əzraildir, Əzrail yoxdur, amma ölüm mələyidir. Ölüm mələyinin ona yaxın olmasıdır. Həmçinin insanı, baxın görün Allah Taala Qaf surəsində 16-cı ayətində, Qaf 38-ci ayətində nə buyurur? İnsanı biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini biz bilirik. Biz ona şah damarından da yaxınıq. Yəni Allah Subhanahu taala nəyi qəsd edir burada? Mələklər, hansı ki insana sağ və sol tərəfində oturub onun yaxşı və pis əməllərini qeyd edirlər. Biz göyləri və yeri, onların arasında olanları 6 günə yaratdıq və bizə heç bir yorğunluq üz vermədi. Yəni yaradılış məqamında, ölüm məqamında mələklərin də insana yaxın olmağı və insanın yaradılışında mələklərin də iştirak etməsi bu ayətləri nə edir? Açıq aydın izah edilir. Lakin ibadətə gəldikdə isə dəyərli dinləyicilər, heç vaxt görməzsiniz ki, Allah Taala buyursun ki, bizə ibadət edin. Lakin necədir? Mənə ibadət edin. Allah Taala buyurur. Həmçinin şəhadət kəlməsi də belədir. Necə ki biz deyirik ki, əşhədu, mən şəhadət edirəm. Yəni biz nəşhədu demirik, biz şəhadət edirik. Biz deyirik ki, əşhədu ən la ilahə illallah və əşhədu və şəhadət edirəm ki, Allahdan başqa ibadət ilah yoxdur və Muhammed onun qulu və rəsuludur. Həmçinin alimlər söyləyirlər ki, üçüncü bir tərəfidir ki, dəyərli izahıdır ki, alimlər söyləyirlər ki, biz kəlməsi bəzən böyüklük, səltənət, əzəmət, la hawlə və la quvvətə illə billah, güc, qüvvətin Allaha məxsus olduğunu bilir. Necə ki bizdə hörmətli bir insana, bizdə sənsiz əvəzliyi var da, siz olaraq müraciət edirik, sən yox. Siz deyildikdə orada çoxluq qəsd olunmur, yəni orada bir neçə insan qəsd olunmur, bir nəfərdir, biz onu hörmətli şəxs olduğu üçün ona siz deyə müraciət edirik. Və həmçində ərəb dilində də bu belədir. Biz deyildikdə əzəmət, böyüklük, güc, qüvvət qəsd olunur. Ona görə də nədir? Bu cümlədə Allahın kainatda mütləq hakimiyyətinin olduğunu nə edir? Göstərir. Ona görə də bu, yəni biz kəlməsi Qurani-Kərimdə, yəni müsəlmanlarda, sizlərdə çaşqınlıq yaratmamalı. Yəni bu cümlədə izah olunur və ayətlərlə də bu cümlə nə edilir? Göstərilir. Allaha əmanət olun. Əssəlamu aleykum və rəhmətullah və bərəkatuhu.